Bugünkü dərsimiz təyin əvəzliklər. Əşyanı ümumi şəkildə müəyyən etmək üçün işlədilən əvəzliklərə təyin əvəzliklər deyilir. Hər, bütün, filan, eyni, öz əvəzliyi mənsubiyyətə görə dəyişə bilir. Bu zaman yenə də təbii ki, təyin əvəzlik olur. Mövzunu artıq izah eləmişik. İndi belə bir suala baxırıq. Deməli, 11-ci sinif topludan 23 əvəzlik bölməsindən 23-cü sual. Deyir ki, hansı cümlədə əşyanı ümumi şəkildə təyin edən əvəzlik vardır? Yəni, bəzən sualı bizə bu şəkildə də sala bilərlər. Mütləq şəkildə hansı, deyək ki, cümlədə təyini əvəzlik var kimi yox, hansı cümlədə əşyanı ümumi şəkildə təyin edən əvəzlik vardır şəklində sala bilərlər. Biz artıq bilirik ki, əşyanı ümumi şəkildə təyin edən əvəzlik təyini əvəzlikdir. Variantları oxuyuruq. Deyir ki, kimi maraqlı söhbət edir, kimi isə keçmişdən danışırdı. Burada kimi qeyri-müəyyən əvəzlikdir. Ona görə A variantı olmayacaq. B variantında deyir ki, bu səyahətdən bütün uşaqlar razı qalmışdı. Burada əvəzlik, bu əvəzliyi var, bir də bütün əvəzliyi var. Bu işarə əvəzliyidir, amma bütün təyin əvəzlikdir. Ona görə elə cavab olacaq B variantı. Digər cümlələrə baxaq. O, bir ildir ki, bu binadan köçüb. Burada o, şəxs əvəzliyi, bu isə işarə əvəzliyidir. Heç bir təyin əvəzlik yoxdur. Qonaqlıq zamanı hər şey süfrəyə vaxtında verildi. Burada hər şey qeyri-müəyyən əvəzlikdir. Y variantında heç kim tədbirin belə tez qurtaracağını gözləmirdi. Heç kim yenə də qeyri-müəyyən əvəzlikdir. Ona görə də cavab olacaq B variantı. Bu səyahətdən bütün uşaqlar razı qalmışdı. Burada bütün təyini əvəzlikdir.